Allah hər birinizə səbir versin. Allah hər birinizin canını sağ eləsin. Və həmişə olduğu kimi şəhidlərimizin əziz xatirəsini, torpaqlarımızın ərazi bütövlüyü uğrunda öz şirin canlarından keçən igid qəhrəman oğullarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediyor. Allah cəmi şəhidlərimizin məqamını uca eləsin. Amin. Bəli, bugün qələbə günündə dünyaya göz açan bir oğul özü xalqına, müstəqil Azərbaycanına qələbə yaşadan, zəfəri yaşadan igid qəhrəmanımız Anar qardaşımızın cənnətdəki mövlud gününə yetişmiş. Anar qardaşımız dünyaya gələn gündən onun alnına zəfəri, qələbəni qazanılacaq bir igid kimi o böyüyürdü. Və həmişə də qəhrəmanlıq onun alın yazısı olmuşdu. Necə ki 41-45-ci ildə qələbə qazanıldı. Orada da Azərbaycanın igid qəhrəman oğulları öz sücayətin, öz qəhrəmanlığın göstərdiyi və elə qəhrəmanlıq günü də dünyaya göz açan Anar qardaşımız da bizim müstəqil Azərbaycanımızın, bütövləşən Azərbaycanımızın qəhrəmanı oldu. Mən həmişə demişəm, bizim hər birimizin balacadan böyüyə, hər birimizin vətəndaşlıq borcumuzdur ki, şəhidlərimizi unutmayaq və unutturmayaq. Və mən bu günlərin burada iştirak edən bizim şəhid ailələrin İşlər üzrə şöbə müdürünün müavini Elmi müəllim iştirak edir. Onunla yanaşı bizim şəhid atalarımız, şəhid analarımız iştirak edir. Və həmişə bizim tədbirlərimizdə yaxından bizim yanımızda olan bizim Rahib Məmmədov adına Döyüş Şöhrət Muzeyinin rəhbəri Sahib müəllim iştirak edir. Və Sarzalı kənd tam orta məktəbinin müəllim şagird kollektivi də bu günləri iştirak edirlər. O cümlədən Sarzalı icra nümayəndəsi, bələdiyyəsi iştirak edirlər. Allah hər birinin gəlişi bizim şəhid analarımızın yarasına bir balaca məlhəm çəkir. Və hər birimiz də bilməliyik, hansı ki o torpaqlara ayaq basırıq, hər birimiz bu sözü deyirik. Allah cəmi şəhidlərimizin məqamını uca eləsin. Dünən axır ki, üzr istəyirəm hər birinizdən, Xocavənd rayonundan, şəhərdən mənim oğluma ev verdilər, getdilər. Və mən inanırsınız, hələ mən o evə getməmişəm. Mən o evə o vaxt gedəcəm ki, biz də özümüz də köçək. O cümlədən mən sizin hər birinizi ora dəvət eləyəcəm. Orada mən bir qurban kəsəcəm. Bax, o günü mən istəyirəm ki, mənim o sevincimə siz də şərik olasınız. Və bizim orada hal-hazırda yaşayan qardaşlarımız, bacılarımız, qohum əqrabalarımız, elimiz, obamız hər biri hansının evinə gedirsən, hansı evindən paylaşım eləyir, hamısı bir kəlmə bu sözlə başlayır ki, Allah cəm şəhidlərimizin məqamını uca eləsin ki, biz bu torpaqlara gəldik. O iş quranlar da hamısı, hər biri bu sözlə başlayırlar ki, onların sayəsində, şəhidlərimizin sayəsində, qəhrəman oğullarımızın sayəsində, hansı ki o qəhrəman oğulları öz çiynində döyüş nöqtəsindən çıxardan qazilərimizin sayəsində biz o torpaqlarımıza gedirik. Buyurun, Elmi müəllim, söz sizdə. İlk öncə çıxışımın əvvəlində Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Allah onların valideynlərinə səbir versin. Hər bir şəhid ailəsi qarşısında baş əyirəm.
Bu gün 44 günlük Vətən müharibəsi zamanı bizim şanlı zəfərimizə işıq saçan qəhrəmanlarımızdan biri Yusifov Anar Sərxanoğlu'nun cənnətdəki mövlud günüdür. O 1991-ci ilin bu günü Ağdam rayonunun Çəmənli İnzibati Ərazisi nümayəndəliyinin Sarıcalı kəndində gözəl bir ailədə, Sərxan əminin ailəsində dünyaya göz açmışdır. O uşaq vaxtdan öz ailəsində valideynləri tərəfindən vətənpərvərlik sevgisi ilə aşılanmış, vətənə sevgisini hər zaman, yəni uşaqlığından ta ki şəhid olan gündən kimi sirayət eləməyə çalışmışdır. O 2010-cu ildə orta məktəbi başa vurduqdan sonra Ağdam Sosial İqtisad Kollecində kollecinə daxil olmuş və həmin kolleci bitirdikdən sonra hərbi xidmətə yola düşmüşdür. O hərbi xidməti başa vurduqdan sonra atasının səhhəti ilə bağlı demək olar ki, hərb sahəsinə yekun vurmuşdu. Çünki o məcbur idi ki, atasının sağlamlığı ilə bağlı onun yanında olsun. Amma 2020-ci ilin iyul hadisələrində bizim generalımız Polad Həşimovun ölüm xəbərini, şəhidlik zirvəsinə ucalma xəbərini eşidərkən artıq o bu sözünə nətər deyimi, sözünü yerinə yetirə bilmədi. Çünki onu vətən sevgisi üstələdi. O vətəninə xidmət eləmək üçün könüllü olaraq ordu sıralarına qoşuldu. Nəhayət 2020-ci ilin sentyabr ayının 27-sində Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda başlanan haqq savaşında cəbhə istiqamətinə yönləndi və döyüşlərdə iştirak etməyə başladı. O cəbhənin Füzuli, Qubadlı, Cəbrayıl istiqamətində düşmənin xeyli canlı qüvvəsinin məhv edilməsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə uzanmışdır. O döyüşlərdə göstərdiyi mücadillərə görə bundan sonra Azərbaycan Respublikasının zəfər alıb başlaması ölümündən sonra bunun azad olmasına görə medali ilə, hərbi xidmətlərdə fərqlənməyə görə medali ilə və vətən uğrunda medali ilə tərtib olmuşdur. Bizim ana qardaşımız ailə həyatı qurmuşdur. Onun 3 körpə övladı var. Yəni həmin o 3 körpə övlad bizim üçün həqiqətən, yəni vətənpərvər insanların hər biri üçün nətər deyim, gələcəkdir. Biz o gələcəklərimizə sahib çıxmalıyıq. Yəni hər bir şəhid övladı, hər bir şəhid anası, hər bir şəhid atası bizim üçün əzizdir. Hər bir şəhid yoldaş bizim başımızın tacıdır. Yəni mən bir vətənpərvər ruhda yetişən insana, yəni tövsiyəm ondan ibarətdir, bir gənc nəslin nümayəndəsi kimi. Biz hamımız şəhid adının qorunmasına nətər deyim, borcluyuq. Gəlin biz şəhidlərimizi unutmayaq və unutdurmayaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bir daha şəhid analarını, şəhid ailələrinin qarşısında baş əyirəm. Allahdan bütün şəhidlərimizə rəhmət eləyirəm. Allah səbir versin, Səma xala. Allah rəhmət eləsin. Çox sağ olun, təşəkkür edirəm. Mən Anar qardaşımızın dəfnində Allah Sərxan əmiyə rəhmət eləsin. Onun bu sözü bütün elə bil ki, Azərbaycan xalqının o sözləri qulağındadır. Ki, lazım gəlsə, yerdə bir oğlum qalıb, onu da vətənə qurban verərəm. Bax, bizim Ağdamlılar həqiqətən də qəhrəman Ağdamlılardır. O qəhrəman Ağdamlılardır ki, 2 oğlu ilə birlikdə döyüşə gedir. Bir oğlu ilə döyüşə gedir. Oğlu şəhid olub, onun dəfninə gəlməyib ki, buradakı ordunun uşaqları hamısı mənim oğlumdur. Onların heç birindən artıq deyil. Mən döyüşdəyəm, dəfn eləyin, gəlib satacaq. Belə bizim atalarımız olur. Belə bizim qəhrəmanlarımız olur. Ağdamlılar bütün cəbhə boyu olan bütün kəndlərin hamısına köməklik eləyən Ağdamlılardır. Gələcək nəslin nümayəndələri, Sarıcalı kənd tam orta məktəbinin şagirdləri bu günlərim şeirlə qonaq gəliblər. Gəlin indi isə onları dinləyək. Gör nələr sığdırdım bir nakam ömrə. Hər kəsin yadında şən qala bildim. Güllələr susturan gülüşünlə sən.
Hər kəsin könlündə kök sala bildim. Nur özü şəhidim, rahat uyu, yat. Vətənin azaddır, torpağın azad. Qanınla yağıdan təmizlədiyim, basmaz torpağına bir də yad ayak. Bu qədər alışdım, bu qədər yandım. Coşar daha durmaz, damarda qanım. Zəfərlər marşını salar bu xalqım. Qələbə gününü görər gözlərim. Doğum günün mübarək, ey şəhidim. Yetişsin muradım, qoy gəlsin o gün. Qarşında diz söküm, yorulmaz mətin. Doğum günün mübarək, ey şəhidim. Bugün doğum günün imiş, ey qəhrəman şəhid ara. Gəncliyinə vida etdi, torpağa döndü arzular. Vətən qucaq açdı sənə, sən vətənə qucaq açdı. Şəhidliyin zirvəsində, torpağa nurunu saçdı. Gözlərində işıldayan, günəş sönən deyil oğul. Bizi daim yaşadacaq, həyat eşqindir bil oğul. Səmalara ucatlısan, sən bu vətən bayrağını. Qanın ilə tarix yazıb, öpdün vətən torpağını. Fəxr edirəm vətən oğlu, min igid var, biri sənsən. Hər igidin min hünəri, min hünərdən nəri sənsən. Nə gözəldir bu torpağın, duz çörəyi, naz neyməti. Həm qüvvəti, həm qüdrəti, səndə olan şıq qeyrəti. Mərd əlində qalxar bayraq, yüksəkliyə ucaldıqca. İgid əskər vətəninin düşmənindən öz aldıqca. Sən cənnət beşiyində bir gül idin qoxladıq biz. Ulu torpaq keşiyində anar adını saxladıq biz. Sağ olun, təşəkkür edirik. Bu günlərim qələbə günü olduğu üçün, həm də şəhidimizin ad günü olduğu üçün bizim Seyidimiz də gözəl bir qələbə şeiri ilə qonaq gəlibdir. İndi onu dinləyək. Sən Azəri oğulsan, bu diyar üçün yarandın. Vətənin hər anında xalqına dayaq oldun. Bayrağını ucaltdın, ən yüksək zirvəyəsən. Millətini tanıtdın, dünyada hər kəsərsən. Baxıb fərəhlənirik, qoydun yol izlərə. Azərbaycan oğlunun adı düşüb dillərə. Sən Azəri oğulsan, könüllərdə yer aldın. Sən Azəri oğulsan, Türk Azəri yaratdın. Sağ ol. Adını içmişdi atam, şəhadət yolunu keçmişdi atam, vətənçi canınla keçmişdi atam, dünyada qəblərə köçmüşdü atam. Vətənin borcunu ödədin ata, bu vətən uğrunda candan keçdin ata, övladları qürurla böyüyür, sən sözünü döyüşlərdə demirsən, sən döyüşə öz xoşunla getmişdin. Bəs vətəni kim qoruyacaq demişdir. Torpağına qurban olub ay ata, vətən üçün canlar keçər ata. Sənin atan qəhrəman ata olsun. Yadımızda da qəhrəman ata kimi qalır. Mən sizin hər üçünüzə deyirəm. Bura sənin. Bir görün bu, gözlə. Mən sizin hər üçünüzə deyirəm. Siz yaxşı oxuyanda atanızın ruhu şad olur. O cümlədən şəhidlərimizin ruhu şad olur. Siz yaxşı hərəkət eləyəndə atanızın ruhu şad olur. Ananızın sözünə baxanda, nənənizin sözünə baxanda, əminizin sözünə baxanda atanızın ruhu şad olur. Onu yaddan çıxartmayın. Pis oxuyanda narahat olur. Çalışın. Çalışın, yaxşı oxuyun. Atanız nətər ki, tarix yazır. Nətər ki, Azərbaycan xalqının başını uca eləyib, siz də atanızın adını həmişə ucalarda saxlayın. Bax, sizin üçünüzə də onu tapşırdım. Həmişə də bilin ki, dövlətimiz, millətimiz, xalqımız, kəndiniz, eliniz, obanız həmişə sizin arxanızdadır. Həmişə. Atan kimi igid qəhrəman olur. Başa düşdün? Bunlar sağa əmanət. Səndə Azərbaycan. Bildiniz? Sən də bir əminə nə şeir deyəcəydin? Mən atamı itirdim, son cümləmi bitirdim. Tez-tez qəbrə gedirdim, atamı özləyirdim. Atamı vuran vurdu, qəfil zaman durdu. Qızı şeylər qurdu, atasını oxudu. Sizin hər biriniz bir qəhrəman övladısınız. Onu bilin ki,
heç vaxtı atanız yaddan çıxmır. Sağ da deyirəm. Çalış atanın adına layiq. Oxu və atanın nə arzuları var idi, onu hamısını yerinə yetir. Başa düşdünüz mü? Qardaşına tikilən evi muzey eləyən bizim Zindaşında yerləşən Polad qardaşımızın, qardaşı Fuad müəllim bu günlərim, hazır Fuad bu günlərim iştirak edir. O da xoş gəlib, günlərim öz mübarək qədəmləri ilə oğul və yaxud atası da elə bir insan deyil. Mən onların Mehman əmi ilə, onların evlərinə gedəndə orada bütün şəhidlərimizin hamısının şəkilləri var, bütün rayonlarımızda. İndi bizim bu tədbirimizə gəlib deyib, mən istərdim ki, elə Fuad qardaşımız da. Bu gün mən səhnə qardaşımız ananın cənnətə dəyişilməyən ölümünə gəlməyi, özümə bir qürur bildim. Ananın yanına, balalarının yanına. Bugün bizim üçün bir gözəl gündür ki, belə qardaşlarımıza, belə şəhidlərimizə borçluyuq. Bizim borcumuz ki, hər bir ananın, hər bir şəhidin huzuruna getmək. Mən şəxs özüm üçün bir qürur edirəm. Mənim üçün Polad nətərcə bütün şəhidlər elədi. Həmişə deyirəm ki, şəhidlər mənim üçün uca bir zirvədir. Öz anamı nətər görürəmsə, bütün anaları atalar elə görürəm. Bugün də burada səni sayəndə, müəllim, sağ minnətlərəm, sağ ol, sən iştirak etdin. Sənin gözəl qəlbin var ki, sən paylaşım edirsən, sən paylaşımıza baxırıq. Özüm sənin işdən çıxa bilmirəm, işimlə əlaqədar. Bildikcə hər bir təbirə getmək, hər bir təbirə olmaq mənim üçün böyük qürurdur, fəxrdir. Bugün də burada anar qardaşımızın timsalında bütün şəhidlərimizə Allah rəhmət etsin deyirəm. Allah şad olsun. Anaya, ataya baş sağlığı verirəm. Bugün də burada qürurla fəxr iştirak etmək mənim üçün böyük bir uca zirvədir. Sağ ol, təşəkkür ederim. Hər zaman, hər vaxt deyirəm ki, bizim üçün şəhidlər eyni qüvvə, eyni bir güc, eyni bir əmaldır. Ona görə də hər bir atanın qarşısına baş edirəm, var olsun deyirəm. Sağ ol, sağ ol. Təşəkkür edirəm sana ki, bu günlərim işini, Borcumdur mən. tədbirini qoyub gəlmişsən bura. Mənim üçün böyük şərafət, ən böyük mənim üçün qürur, borc, iş budur. Sağ ol qardaş, təşəkkür edirəm. Şəhidimizin, yəni bütün şəhidlərimizin ruhuna bir dua oxusun. Ondan sonra burada şəhidlər evində ehsan süfrəsi var, çay ehsan süfrəsi. Hər birinizi ora dəvət eləyəcəyik. Yavrum. اللهم صل على محمد وآل محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم بهم فسواها ولا يخاف عقباها الله أكبر بسم الله الرحمن الرحيم إنا أنزلناه في ليلة وصدق وبلغ رسول النبي الكريم ونحن على ذلك من الشهداء والشاكرين والحمد لله رب العالمين. قال تبارك وتعالى في كتابه الكريم إنا لله وإنا إليه راجعون. اللهم اغفر للمؤمن والمؤمنات والمسلمين والمسلمات şəhid Yusuf Banar Sərfanoğlu. Onun timsalında buradayım. Vətən şəhidlərimizin ruhları şad. Haqqı Muhammedin aleyh və hörmətini surətəl Fatiha. Allahümme sallallahu aleyhi ve sellem. Allah sizə şəhidlərimizin məqamını